Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala rasulihil amin. Amma ba'd rabbi şrah li sadri ve yessir li emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Ve hakkı Fatıma ve abiha ve berliha ve beniha ve sirril mustavda'i fiha. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Allah bu mübarək cümə günün bütün dünya müsəlmanlarına daha da bərəkətli qərar versin. Bizi bu cümənin feyzindən, bizi bu cümənin həqiqətindən bəhrə aparanlardan qərar versin. Bizi cümənin fəziləti barəsində, cümənin dəyəri barəsində cahil olanlardan qərar verməsin. Allah hər nə qədər bizə gün verib, Allah hər nə qədər bizə ömrü verib, Allah hər nə qədər ki bizə ruzi verib, Allah onu özünün yolunda məsrəf eləməyi bizə ruzi eləsin. Allahın tövfiq və inayəti ilə bu cümə günlərdə biz həqiqətən cümədə islahat olunan və cümə günü zuhur eləyənin qarşısında üzü ağ dayanmağa tövfiq tapan bəndələrdən qərar versin. Bizim mövzumuz əziz izləyicilərimizə tanış idi ki, İmam Sadiq Ağadan o hədis ki oxumuşduq. Əşəddül ə'mal səlasətun. Əməllərin ən ağırı, ən məsuliyyətlisi bu 3 dənə əməldir. Əslində mən yadıma düşür, bir cümə bundan ya 2 cümə bundan qabaq demişdim ki, bu cüməni, bu hissəsini yekunlaşdırarıq, o hədisin ikinci hissəsinə keçərik. Amma elə bəzən bu bəhs o qədər şirin olur, bəhsin içindən o qədər mətləblər üzə gəlir. Ona görə adam elə doğrudan o mövzumuza uyğun insafsızlıq bilir bəzi mətləbləri demədən keçə. Həm budur ki, elə bəhs ki açılıb, qoy bütün o hissələri bəhs olunsun. Bu mövzu ki açılıb, qoy onun hər o kiçik bir hissələri də, bütün o cəhətlərə ki şamil ola bilir, bütün o yerləri ki əhatə eləyə bilir mövzu, qoy o deyilsin. Həm budur ki, ömrə vəfa yoxdur. Bilmirik Allah bizə bir də tövfiq verəcək, ömrümüz yetəcək, biz bu mövzuları danışacağıq ya yox. Amma elə bugünkü fürsət verib Allah bu nəfəsimiz gəlib gedir. Bu danışığı ki Allah bizə lütf edib ki Allahın yolunda bir kəlməni də danışa bilirik. Bu böyük nemət üçün Allaha həmd olsun. Əvvəla Allaha çox-çox şükürlər olsun. Həm də ki elə boynumuzda bu haqq qalmasın. Qoy bu mətləbləri qeyd eləyək. Əziz izləyicilərimiz də nəinki bu gün nə. Biz dünyamızı dəyişib gedərik də zamanla insanlar onu izlədikcə, onu eşitdikcə ondan nə qədər fayda götürərlər, bizim də ruhumuz şad olar, biz də onların o islahatları müqabilində aldıqları paydan bəhrələnərik. Allah axirətimizi bəlkə bu işlərin ehtiramına abad eləyə və illa çətin məsələdir ki, Həzrəti məsumlar əleyhimussalamdan denə rivayət var. Bilmirəm hansı məsumdandır, deyir. İmam Həsən ağaya bir nəfər dedi ki, ağa, sən ömründə 20 dəfə ayaq yalın deyərlər da bizdə. Ayaqqabısız getmisən Məkkəyə, ömründə 3 dəfə malının hamısını Allah yolunda məsrəf eləmisən. Bir neçə dəfədir ki, yarısını məsrəf eləmisən. Bu qədər gecələrin ibadət, bu qədər səxavətin, nələrin. Sən niyə ömrünün axır saatlarında ağlayırsan? İmam Həsən ağanın o can verən halları idi. Ömrünün axır dəqiqələri idi ki, İmam Həsən ağlayırdı. Deyirdi, siz bilmirsiniz qiyamətdə Allahın ədalət hesabında durmağın nə qədər çətin məsuliyyəti var. İstəyirdi ümməti başa sala, istəyirdi bizi başa sala ki, adi baxmasın insan ömründə yaşadığı həyata. Ömrün hər anı hesabdır, hər anı hesab kitabdır, hər anı məsuliyyətdir, hər anının bir hesabı var, hər anının bir məsuliyyəti var, hər anın, hər dəqiqənin özünün bir cavabdehliyi var ki, bunu biz ödəyəcəyik. Hər kəs öz ömrünün cavabını verəcək Allaha ki, İmam Həsən göz yaşı tökürdü bu qədər böyük işlər görən halda. Şimdi bəlkə insanlar da bizim bu sözümüzdən Allahın o ədalət məhkəməsi qurulanda Allah hamımıza rəhm eləsin, bizə danışaq, qoy insafsızlıq olmasın elə bu mətləblər. Bəzən adam düşünür ki, bu cümə tamam oldu, görürsən mövzunun içindən bir dənə də mövzu çıxır, bir dənə də mətləb baxırsan, bunu bu mövzulara da şamil eləmək olur. Məsumların sözünün bərəkətidir, Allahın sözlərinin dəyəri və bərəkətidir ki, çox işlərə şamil olur ki, hədis bundan ibarət ki, əşəddül ə'mal səlasətun, insanların o gördüyü bu əməllər, yəni əməllərin ən
o şiddətlisi 3 dənə əməldir. Biri insafın nasi min nəfsik, insanların öz aranda insafla davran, insanların arandakı hər hadisədə, hər mövzuda insaflı ol. Hətta la tərzə ləha minhum bi şeyin illa rəzitə ləhum minha bimithli. O şey ki, sən özün barədə bir şey istəmirsən, amma başqası barəsində rizayətin var. Özünə istəmədiyin bir şeyi başqasının da barəsində istəmə. Bu ki, insafsızlıq olar. Baxın, insaf çox mühüm məsələdir ki, biz həmişə elə neçə cümələrdir ki, məsumların daha çox rivayətlərindən o ürək oxşayan, o insanların qəlbin ələ alan, o insanların insani keyfiyyətlərinə xidmət edən o rivayətlərindən və mübarək kəlamlarından danışmışdıq. Ki, o İmam Kazım ağanın bir nəfər evində xadimlərindən biri ki, bağından oğurluq eləmişdi. Onu tutub gətirmişdilər İmam Kazım ağanın yanına. İmam Kazım ağa bunu baxın, görün necə insafla davranırdı bundan. Ədalətlə davransa buna müəyyən cəza qanunları tətbiq eləməkdir. Amma baxın, bir əli boş adama imam gör necə insafla davranır. İmam Kazım ağa dedi ki, filan kəs və həmən evin xadiminə özdə bir yumşaq formada aclığın var idi. Dedi ki, xeyr, yəbnə Rasulillah. Dedi, suslamışdın, xeyr. Geyimə ehtiyacın var idi. İmam bundan soruşurdu, nəyə ehtiyacın vardı? Axırda dedi ki, bəs səni nə vadar elədi? Sən mənim qapımdan oğurluq elədin. Ki, özdə bu qapıdan rəvadırmı bu işi görmək? Əlbəttə, heç bir qapıdan rəva deyil. Yəni, bu qapı kərəm qapısıdır da, bir istəyənə 5 verir. Bəzən istəməyənə verir. Buna görə ki, kimsə istəyib, o abrın tökməsin. Ehtiyacı olanın ehtiyaclarını ödəyiblər. Deyir, dedi ki, ağa, mənim nəfsim müqabilində aciz qaldım, bu işi gördüm. Deyir, o oğurladığı şeydən əlavə imam dedi ki, verin, aparsın. O nəqi ki, aparıb, əlavəsini də verin, bəlkə bir ehtiyacını ondan ödəyər. Baxın, insanlarla görün necə insafla davranır. O Əli əleyhissalamın barəsində məruf o qəziyyə var, oradan çox calibdir. Ya, bütün dünya buna baxsa, bu sözün, bu rəftarın müqabilində onun üçün dünya aciz qalıb da. Əli əleyhissalamın həyatının hər anındakı onun əleyhinə dünya durduqca əksi sözlər danışılıb, amma bir dənə Həzrət Əlinin rəftarı bəs edib bütün o təbliğatların hamısını aradan apara. O yerlər ki, xarabalıqlar ki, var idi ki, orada ailələr qalardılar, imkanları yox idi. Balalarına bir kəbizdə deyirlər çörək aparmağa. O cür məzlumcasına yaşayardılar. Əli əleyhissalam heç vaxt aparıb onların uşaqlarına, valideynlərinin yanında nəsə verməzdi. Diqqət edin məsələyə. Görün, bu kişinin böyüklüyünə baxın. Bu hara kimi insanlarla, insanların o hüquqlarına görə necə riayət edib, abır və həyalarına necə riayət edib. Əli əleyhissalam onların valideynlərini çağırardı, atasını çağırardı, indi atası olmayan anasını çağırtdırardı. Onlara nəsə verərdi ki, bu valideyn aparsın o ehtiyacı olan şeyi övlada versin. Özü aparıb verməzdi ki, ata-ana yanında utanmasın. Ata-ana övlad yanında utanmasın. Özü atalarına, analarına verərdi ki, aparın siz övladlarınıza verin. Onlar sizi ruzi verən bilirlər. O Həzrət Peyğəmbər deyir, övladınıza vəd verdinizsə onu yerinə yetirin. Onlar sizi ruzi verən bilirlər. Nə badə onlara verdiyiniz vədə xilaf olasınız ki, onların barəsində o ruzi gələn yerə qarşı nə olsunlar? Bədgüman olsunlar. Əli əleyhissalam görün necə insafla davranırdı insanlarla. O yetimlər, o kimsəsizlər də, yetimlər deməyək, o kimsəsizlər, heç kimi olmayanlar, yəni maddi cəhətdən əlləri boş olan adamlara baxın, onların böyüklərinə verdi ki, qoy valideynlər övladlarına nəsə versin ki, övladlar baxsın ki, valideynlər bunlar üçün xidmət edir. Baxın, dünya doğrudan kasıb yaşayır, dünya doğrudan çox fəqir yaşayır bu əzəmətli rəftar cəhətindən. Haradadır indi? Bəzən görürsən, biri xeyir iş görəndə 50 dənə yerdə onu az qalır toyda, yasda, mikrofon əlinə düşəndə belə istəyir hər yerdə onu elan eləyə. İstəyir bir şey misal çəkə, bir yaxşılığı dərhal özünün filan neçənci ildə elədiyi bir yaxşılığı ki, onu mən filan vaxtı, mən dəfələrlə eşitmişəm, amma bəzi adamlar doğrudan elə kimlərəsə yaxşılıq eləyiblər. Görmüşəm, məsələn, hər hansı bir məclisdə durub danışıb ki, heç bir yaxşılıq əvəzsiz qalmır. Durub öz yaxşılığını danışıb ki, filan ildə mən bir yaxşı iş görmüşdüm. Məsələn, bu ildə onun əvəzini gördüm. Bunu öz adından danışma da. İstəyirsən insanları yaxşılığa dəvət eləyəsən, insanları bir-birinə qarşı yaxşılıq eləməyə təşviq eləyəsən, bunu öz adından danışma. Da indi insan da bir dənə xəstəliyə düşür. Bəzən görürsən ki, hər elədiyin, səhər elədiyin axşama kiməsə danışmasa, görürsən narahat olur. Yer gəzir onu danışmağa. Ya gecə bir yaxşı iş gördüyün, səhər açılan kimi ürəyə partlayır ki, səhər açılsın, cəmaatla görüşsün, ətrafa onu danışsın. Baxın, məsumlar necə riayət ediblər cəmaatın haqlarına. Əli əleyhissalam aparıb o kasıb və fəqirlərin
valideynlərinə verirdi ki, övladlarına bunlar aparsınlar. İnsafsızlıq olardı ki, apara ata-ana baxa əleyhissalam verə, o valideyn də birdən utanar. Görün, hara kimi insanlarla hüquqlarını düşünüblər, hara kimi insanların hüquqlarına riayət ediblər. O, Abdülməlik ibn Mərvan var idi, məlun. 21 il İslam ümmətinə bu qədər zülm eləyəndən sonra oğlu Zeyd gəldi onun yerinə, Zeyd ibn Abdülməlik. Gələn kimi atasının o cəmiyyətdə yaratdığı, o millətin arasında yaratdığı narahatçılığı aradan qaldırmaq üçün birinci o məmurlar ki var idi, onlar insanların haqlarını elə atası kimi zülm eləmişdilər, onları işdən çıxardırdı. Elə başladı bunların əvvəli Mədinədən. Bunun atasının qaynatasından biri, yəni başqa xanımın atasından biri var idi, Hişam ibn İsmail. O Mədinənin hakimi idi. Cəmaata da çox əziyyət eləmişdi. Hətta deyir, İmam Səccad əleyhissalama çox xoşa gəlməyən sözlər demişdi. Çox əziyyət eləmişdi bəzən. Deyir, bunu gələn kimi, bunu işindən azad elədi. Bu oğlu Zeyd ki, cəmaatın o biraz rəğbətini qazansın ki, atasının narahatçılıqlarını aradan qaldırsın. Deyir, bunu işdən çıxardandan sonra bunun yerinə gətirdi. Ömər ibn Əbdüləzizi qoydu. Öz cavan o əmisi oğlu. Ömər ibn Əbdüləziz gəldi. Bu işi neynədi? Bu zaman ki, məsələn, bu həmən Hişamı işdən uzaqlaşdırmışdılar, məmuriyyətdən azad eləmişdilər. Çağırdı, bunu gətirdi, çıxartdı cəmaatın qabağına. Cəmaata da elan elədi ki, bu Hişam ibn İsmail kimə nalayiq sözlər deyib, kimə lənət oxuyub, yəni kimə söyüş söyüb, kimi təhqir eləyib, kimi vurub, hər kimə hər nə iş görüb, gəlin bunu tələfi eləyin, gəlin bunu əvəzin çıxın. Cəmaat da yığışıb Mədinədə gəlib, həmən bu Hişam ibn İsmaildən intiqamını alır. Deyir, İmam Səccad əleyhissalam gəldi, baxdı cəmaata, dedi ki, heç rəvadır qüdrəti əlindən getmiş adamın üstünə bu qədər gedəsiz. Bizim yolumuz bundan ibarət deyir ki, biz insanlarla belə davranmarıq. Bu insafdandırmı? İnsan qüdrəti əlindən gedən adamı ayaqlasın. Deyir, İmam Səccad ağa yeridi qabağa, bu Hişam ibn İsmailin rəngi ağarmışdı. O ölü rəngindəydi da bu adam, ölmüşdü da, qüdrət əldən gedib cəmaatı gətirib, hamı üzbəyüz dayanıb, hər kəs intiqamını almağı düşünür. İmam Səccad buna yaxınlaşdıqca bunun bədəni əsirdi. İmam əlini uzatdı bunun əlinə, salam verdi. Dedi, bizdən bir istəyin olsa deyərsən. Mədinənin cəmaatı utandı ki, doğrudan yəni insafın, yəni əsli, kökü, mahiyyəti belə olar ha. Cəmaat xəcalət çəkmiş də imamın bu insafane bir rəftarının müqabilində, imamın bir dənə insaflı davranışının müqabilində bütün Mədinə əhli orada nə qədər ki adam var idi. Yəni bütün deyəndə o mənada ki, ora ki kimlər cəm olmuşdu, xəcalət çəkirdi. Ona görə Allah bunlara imam qərar verib də. O dəfələrlə imamın düşmənləri deyib ki, imama xoşa gəlməz sözlər deyib, təhqir edib, müqabilində imamdan bir dənə insani rəftar görüb, deyib Allah bilir də kimi imam seçmək lazımdır. Baxın, İmam Sadiq ağa deyir ki, çalışın insanların öz aranızda insaflı rəftar eləyin. İnsaf heç vaxt sizə, əgər insafla davransaz, sizi iki dünya insaf xoşbəxt eləyəcək. Allah müqabilində utandırmaz sizi. Vay o gündən ki, siz doğrudan insafsız davranasınız. İmam Sadiq ağanın bu nəsiyyəti bizim hal həyatımızda gərək təsir qoya. Necə bu sözləri danışmışıq, özümüz cəmaatla insafla rəftar eləyək və özümüz cəmaatla insaflı olmağa diqqət eləyək və cəmaatla insaf müqabilində, bizə olunan insafın da müqabilində insafsızlığa yol verməyək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.